Bəzi qardaşlar sual verir ki, biz öyrəşmişik ki, məqalə, hikmətli söz və s. yazdıqda mütləq müəllifin adını və ya tərcüməsinin adını və yaxud da mənbəni qeyd etməlisən. Lakin bəzən görürsən qardaşlar, hətta tələbələr belə nəsə paylaşanda müəllif bilinmir, kimin sözü, cümləsi olduğu bilinmir. Bu halda biz bu yazıları paylaşa bilərik və ya paylaşanlara nəsə nəsihət edə bilərik. Əlhamdülillah, biz əsl budur ki, təbii ki, istinadda olsa daha yaxşıdır, sənəddə olsa daha yaxşıdır. Yəni, kim tərcüməli və ya kimin məqaləsidir. Çünki bilməyə götürüb kimi gəldi məqaləsini atmaq düzgün deyil. Xüsusən də indi. Ümumiyyətlə, bu həmişə olub, lakin xüsusən də indi. Özünüz görürsünüz ki, cürbəcür fikirlər var, aldadıcı fikirlər var, çaşdırıcı şübhələr çoxdur. Ola bilər kimsə istifadə eləsin. Ona görə ehtiyat həmişə yaxşıdır. Ehtiyat həmişə yaxşıdır. Məqalələr də istinada olsa yaxşıdır. Yəni, kim tərcümə eləyib və ya kimindir. Ondan sonra